Salam dostlar, mən Pənah, gördüyünüz kimi sizinlə birlikdə Minecraft oynuyoruz. Bugün biz sizinlə demir golem, Wither ve kar adamı düzeltmeyi öğreneceğiz. İndi ise birinci golem düzeltmeyi öğrendik. Böyle bir şey düzürük ve üstüne bu bal kabağı lampası içinden de koyma olar. Ben adi bal kabağı koyuram ve golem əmələ gəlir. Adətən zombiler bunun düşmanıdır. İndi isə qar adam düzəltməyə başlayaq. Belə də qoysanız olar, belə də, ancaq mən asan yolu belədir. Bu səfər isə lampa koydum. Yenə gördüğünüz kimi belə aldı. Bu da zombilərə qarşıdır. İndi isə Wither yapmağa başlayırıq. Bu səfər belə olması lap dəqiqdir. Belə olmasa Wither düzəlməz. Başlar da eyni yere baxmalıdır. Gördüğünüz kimi Wither əmələ gəldi. Bu birazdan partlayacaq və hər yeri saldırmağa başlayacaq. Gördüğünüz kimi o başlayacaq. Bu an çoğu demir golem attı, çünkü demir golem onun düşmanlarından biri. Biz videonu burada bağlayaq. Yəqin ki siz göstərdiklərimlə bunları necə düzəltmək olduğunu bildiniz. Sağ olun, salamat qalın. Gələn bölümü görüşərik.